Xoş gördük əziz dostlar. İndi isə gəlin təqdim etdiyim metodun 3-cü hissəsinə baxaq. Life in the freezer. Footsteps in the snow. Donduranda həyat. Qarda ayaq izləri. Part 3. Beneath it are smaller insulated buildings. For the dome by itself, it is not sufficient protection from the cold. Beneath it, onun altında, ümumiyyətlə İngilis dilində 3 dənə altında var. Under, underneath, beneath. Beneath it are smaller, onun altında vardır balaca. Insulated building, izolyasiya olunmuş binalar. For the dome by itself, amma günbəzin özü üçün isə, dome günbəzdir. Is not sufficient protection from the cold. Yetərli qoruma deyil soyuqdan. It stands 16 meters high. O 16 metr hündürlüyündə boy verir. It is like a space station. Space station kosmik stansiya. Kimidir, like. Like həm də kimi deməkdir. An isolated capsule. İzolyasiya olunmuş bir kapsula. Floating on slowly moving ice. Float feili öz axarı ilə getmək deməkdir. Slowly moving ice, yavaş-yavaş hərəkət edən buz. Nearly 3,000 meters above sea level, dəniz səviyyəsindən təqribən 3000 metr yüksəklikdə, yəni yuxarıda, above yuxarıda, nearly təqribən. All supplies for the pole station, qütb stansiyası üçün bütün təchizatlar supply, yəni have to be olmalıdır, brought gətirilmiş by air, hava ilə. Even in summer, hətta yayda, it is so cold, elə soyuqdur ki, the supply aircraft, yəni təchizat gəmisi, hava gəmisi, yəni təyyarəsi, after they have landed, yerə endikdən sonra, have to keep saxlamalıdır. Have to burada must əvəz eləyir, məcburiyyət deməkdir. Their engines, öz mühərriklərini running, demək keep running, işlək saxlamaqdır. To stop them from freezing, yəni donmasının qarşısını almaq üçün. The fuel they bring is transferred into vast bladders. Onların gətirdikləri fuel, yəni yanacaq, is transferred, köçürdülür, into vast bladders, geniş tuluqlara, which will last the station through winter. Hansı ki, stansiyanı işlək saxlayacaq, yəni ömrünü uzadacaq, last eləyəcək, last davam etmək deməkdir, through winter, qış boyu. The South Pole is the best place on earth to observe the heavens above. Cənub qütbü ən yaxşı yerdir dünyada, to observe, müşahidə etmək üçün. The heavens above, başımızın üzərindəki səmaları. The atmosphere is totally clear and free from pollution. Atmosfer tamamilə, yəni totally aydındır, clear, təmizdir, and free from pollution və çirklənmədən azaddır. And the stars don't disappear və ulduzlar disappear eləmir, yoxa çıxmırlar. Below the horizon, üfüqdən aşağıda. As they do elsewhere, digər yerlərdə etdikləri kimi. So they can be observed, elə isə onlar müşahidə olunmuş ola bilirlər continuously, davamlı olaraq. Howling wind, uğuldayan külək. Working in Antarctica demands special kind of scientist. You may have the most brilliant mind, but that may be of little use if you can't pitch a tent or restart a diesel engine. You may have burada yəqinlik verir. Yəni sənin ola bilər. Sənin çox parlaq beynin ola bilər. Zəkan, məsələn. But that may be of little use. Amma bunun az faydası olar əgər sən tenti pitch eləyə bilmirsən, sən çadır qura bilmirsənsə və yaxud da generatoru işə sala bilmirsənsə. Diesel engine burada generator anlamındadır. Most of the stations are built on the edge of the continent. Most of the stations, yəni stansiyaların əksəriyyəti are built, tikilmişdir, pasiv hərəkət, on the edge of the continent, yəni qitənin kənarında. Like the Australian base at Mawson, Avstraliyanın Mawsondakı bazası kimi, like kimi. They stand on rock instead of ever moving ice. Onlar qayanın üzərində durublar, daimi hərəkətdə olan buzun əvəzinə. Here, there are other living creatures. Burada başqa canlılar da var ki, creature, məxluq deməkdir, living, yaşayan, yəni canlı məxluqlar. With which, hansılarla ki, to share your life, həyatını bölüşməli olursan. 35 miles from Mawson, Mawson bazasından 35 mil aralıda are emperor penguins, imperator penguinləri vardır ki, which also like you, hansılar ki, məhz sizin kimi will sit out the winter, qışı burada oturaq keçirdəcəklər. When the last supply ship have left, sonuncu təchizat gəmisi çıxıb getdikdən sonra, yəni və yaxud da çıxıb gedəndə,
The wintering crews, qışlayan komanda will see, görəcək no other human beings, heç bir digər canlı varlıq və yaxud da insan. For 6 months, 6 ay, whole month deyir. Düzdür, burada whole-nun önəmi yoxdur, bütün deməkdir. Perhaps more, bəlkə də çox. They must now find the way of living together. İndi onlar birlikdə yaşamağın yolunu tapmalıdırlar. Way burada yol anlamındadır. In a place, elə bir yerdə ki, where, for some of the time, harada ki, müəyyən bir müddət, there will be no morning, heç bir səhər, no evening, heç bir axşam, and no escape, və heç bir çıxış yolu olmayacaq. Routine is all important. Rutin hər şeylə vacibidir. And there is plenty to do, və görüləcək çox iş var. Not only scientific work, təkcə elmi işlər deyil, but all the jobs və bütün digər işlər necessary to keep the station running, vacib olan, necessary to keep the station running, stansiyanı işlək saxlamaq üçün. Looking after the dogs is a much sought after job. İtlərin qayğısına qalmaq çox qibtə olunan bir işdir, yəni axtarılan bir işdir. Sought, seek, sought. Axtarmaq feilinin feili sifət formasıdır. It is refreshing. Refresh burada eyni açmaq, təzələmək. Bu insanın eynini açır. To see living things, canlıları görmək, other than human, insanlardan başqa. Yəni insanlardan başqa canlıları görmək insanın eynini açır. Food becomes hugely important. Qida burada son dərəcə vacibdir. Becomes yəni dönüb olur, yəni burada ona çevrilir. And the cook və də aşpaz is one of the most critically watched. Və aşpaz ən kritik olaraq izlənilən üzvlərindən biridir cəmiyyətin, icmanın, community, member, üzv. Most of the bases have at least a year's supply of food in reserve in case of emergencies. Əksər bazaların burada heç olmasa, yəni at least, bir illik təchizatı, yəni supply vardır. In reserve, ehtiyatda, in case of emergencies, fövqəladə hallar üçün. In case, halında deməkdir. Reserve ehtiyatda. And most also have a building away from these living quarters. Və əksəriyyətinin həmçinin bu yaşayış güşələrindən, quarter 1/4 deməkdir və də güşə deməkdir, güşələrindən aralıda tikililəri vardır. Away orada aralıda uzaq göstərir. Fully stocked, ağzına qədər dolu, with food, yeməklə. In case of worst disaster of all, a fire. Fəlakətlərin ən pisi üçün, yəni yanğın üçün, a fire. İzlədiyinizə görə təşəkkür edirəm əziz dostlar. Kommentlər yazmağı unutmayın və mənimlə əlaqəyə keçmək üçün isə səhifəmdəki, yəni biodakı WhatsApp nömrəsinə yaza bilərsiniz.